Həyatımızın bünövrəsini bir çoxumuz 20'li yaşlarımızda qoyuruq. Ona görə 20'li yaşlarımızı çox diqqətli bir şəkildə planlamalı və gələcək üçün daha səmərəli istifadə eləməliyik. 20'li yaşlarımızda elədiyimiz ən böyük səhvlərdən biri bizi inkişaf etdirməyən şeylərə vaxt xərcləməyimizdir. Məsələn, öyrənmək yerinə partiləmək, hərəkətə keçmək yerinə gözləmək, bir şeylər düzəltmək yerinə internetdə gəzmək, scrolling. Bunlar sizə heç bir xeyri olmayan şeylərdir əslində. 20 yaşımda mən də çox itmiş, depressiv, həyatdan zövq ala bilməyən bir insan idim. Niyə? Çünki rutinlərim mənə xeyri olmayan işlərdən ibarət idi. Və düşünürdüm ki, nə vaxt ki çox pulum olacaq, mən çox xoşbəxt olacağam. Nə vaxt ki doğru insanlarla tanış olacağam, mən çox xoşbəxt olacağam. Amma bu belə deyil. Sən dəyişməyənə kimi ətrafındakı heç nə dəyişmir. Sənin zehniyyətin sənin nəticəndir. Sənin gördüyün iş, hərəkətin sənin nəticəndir. Yəni sən özün dəyişməyənə kimi heç bir şey dəyişməyəcək. Kiminsə sizi oyatmağını gözləməyin. Kimsə sizə zəng vurub deməyəcək ki, ay bala, oyan, oyan. O Yusif Səmədoğlu'nun sözü var, yuxunuz şirin olsun, dirilər. Və o dirilərdən olmamaq lazımdır. Oyanmanın vaxtıdır artıq. Buna ilk öncə vaxtınızı filtrləməkdən başlaya bilərsiniz. Vaxtı necə filtrləyəcəksiniz? Daimi olaraq vaxtınızı alan sosial media proqramlarını silin. Silin, telefondan getsin. Axı sizin nəyinizə lazımdır? Hər dəfə girirsiniz belə scroll edirsiniz və sizə heç bir şey qatmır bu. Əgər qatırsa saxlayın, amma qatmırsa silin getsin. WhatsApp'da o qruplar olur. Çıxın bu qruplardan. Boş-boş insanlarla vaxt keçirtməyin. Dəvət edirlər sizi və siz görüşmək istəmirsiniz. Yox deməyi öyrənin. İnsan birinci yox deməyi öyrənməlidir. Əgər siz vaxtınızı daha səmərəli, sizə daha çox xeyri olacaq bir şeyə yönləndirə bilərsinizsə, onda insanlara yox deməyi bilməlisiniz. Fikirləş gör, sənin vaxtını nə uğurlayır və qarşılığında sənə heç nə vermir. Bunu birinci fikirləşirik və bunu filtrləməyə başlayırıq. Bilik puldan daha tez toplanılır. Ona görə çalışın, gündəlik olaraq yeni bir şeylər öyrənməyə çalışın. Və bir şeyi icra etmək üçün, bir işi icra etmək üçün bu işdə professional olmaq vacib deyil. İnsanların ən böyük qəfləti buradadır ki, əgər mən o işi professional görmürəmsə, mən bu işi eləməyəcəm. Bu düzgün deyil. İşi hətta öyrənməmişdən qabaq hərəkətə keçin. Hərəkət etməsəz, o işi heç vaxt öyrənməyəcəksiniz. Deyirlər, məsələn, həkim necə olur? 7 il tibb oxumaqla həkim olunmur, praktika ilə həkim olunur. Praktika eləyin, yeni bir şeylər öyrənəndə də çalışın, özünüzə çox yüklənməyin ki, mən bu işi mükəmməl eləmirəm. Əsas odur, o işi tamamlayın. Tamamlanmış iş hər şeydən vacibdir. Və kimin ilk, kimin sonda başladığı vacib deyil, əsas odur, işi tamamlamaqdır. Bir çox insan tanıyıram, məsələn, elədikləri işdə həqiqətən bacarıqları var, istedadları var. Amma axıra kimi aparmadıqları üçün bu bacarığı heç vaxt göstərə bilmirlər. Amma eyni qaydada həmən bacarığa sahib olmayan bir insan, amma daha planlı işləyirsə, ondan qabağa keçə bilər. Bu mənim özümdə də var. Bir işi axıra kimi aparmaqda çətinlik çəkirdim. Çalışıram indi belə olmayım. Məsələn, maraq dairəm o qədər genişdir ki, piano çalıram, şahmat oynayıram. Amma mən grandmaster deyiləm. Mən piyanist deyiləm. Amma bunu yenə də eləyirəm. Niyə? Çünki xoşuma gəlir, bu mənə xoşbəxt eləyir. Niyə də olmasın? Yəni bir işi etmək üçün, piano çalmaq üçün sənin Mozart olmağa ehtiyac yoxdur. Və əgər bir şey eləmək istəyirsənsə, onu öyrənməzdən qabaq onu elə. Niyə belə bir həyata sahibəm? Niyə onda var, məndə yoxdur? Ümumiyyətlə, niyə sualını soruşmağı atın kənara. Niyə yox? Belə bir söz var, kasıb doğulmaq sənin günahın deyil, amma kasıb ölmək sənin günahındır. Bu məsələdir.
Niyə sualını soruşmağı buraxın və situasiyanı necə düzəldə bilərsiniz, onun üzərinə fokuslanın. Diqqətinizi ora yönəldin. Soy ağacınızdan sizə gələn nemətlər üçün, danınız üçün minnətdarlıq hiss eləyin, təşəkkür eləyin. Nənə babalarınıza təşəkkür eləyin ki, hal-hazırda siz onların davamısınız. Siz onların ən yaxşı versiyasısınız. Kimi dindirsən, deyəcək ki, zəmanə pisdir, o vaxt elə deyil idi, belə deyil idi. Bu söhbət, inanın mənə, bütün dövrlərdə olub. Bəlkə daş dövründə də həmən söhbət olub ki, bu zəmanə pisdir, bizdə belə deyil idi keçmişdə. Bu belə deyil. Mən zəmanəmi çox sevirəm. Biz çox gözəl bir zəmanədə doğulmuş. Biz öz həyatımıza fokuslana bilirik. Müharibə vaxtı doğulan insanlar ümumiyyətlə özlərini unudub sadəcə insani fəaliyyətlərini davam elətdirmək üçün yaşayırdı çoxsu. Yemək tapmaq, su tapmaq, barınmağa ev tapmaq, yer tapmaq, ümumiyyətlə bir ölkədə sakitcə yaşamaq belə böyük bir lütuf idi o insanlar üçün. O insan necə öz inkişafına odaklansın, o insan necə öz inkişafına diqqətini yetirsin ki. Amma sən çox gözəl bir dövrdə doğulmuşsan ki, belə bir şansın var. Mənim anam deyir ki, onun dövründə qadınların şalvar geyinməyinə pis baxırlarmış. Amma hal-hazırda məsələn rahat-rahat şalvar geyirsən, gəzirsən, buna heç kim qəribə baxmır. Mentalitet də dəyişib artıq. Bəlkə də mənim böyük nənəmin arzusunda olduğu həyatı yaşayıram mən. Bəlkə o da azad şəkildə tək başına xaricə getmək istəyib, gəzmək istəyib, amma icazə verilməyib və mən bunu edə bilirəm. Sən öz soy ağacındakı nənə babalarının, atalarının ən yaxşı versiyasısan ona görə. Onların bəlkə də arzusunda olduğu həyatı yaşayırsan. Sadəcə sənə bu çox normal gəldiyi üçün sən bu nemətləri görə bilmirsən. Əgər bizim zaman maşınımız olsaydı və gedib keçmişdə onların yaşamlarını görsəydik, bəlkə də biz indiki nemətlərimizi daha yaxşı başa düşərdik ki, əslində mən çox gözəl bir dövrdə, fürsətlərlə dolu bir dövrdə doğulmuşam. Həqiqətən fürsətlər çoxdur hal-hazırdakı dövrdə. Sadəcə diqqət yetirmək lazımdır. Heç kim sənin gəlib əlinə onu verməyəcək. Ala. Qızıl boşqabda sənə heç kim fürsət verməyəcək. Sən gedib onu özün tapacaqsan. Biz o qədər gələcəyə fokuslanırıq ki, və bunun üçün narahatçılıq keçiririk. Hal-hazırda keçmişdəki arzularımızı, istəklərimizi yaşadığımızın fərqində belə deyilik. Belə bir şey, misal çəkim məsələn, mən uşaq olanda mənim ən böyük arzularımdan biri ağ rəngdə Nike krasovkam olmağı idi. Hal-hazırda cüt Nike krasovkalarım var, amma bu mənim gözümə görsənmir. Adi bir şeymiş kimi gəlir. Amma oturub fikirləşəndə ki, keçmiş Minanın arzusunda olduğu bir şey idi bu krasovka. Artıq gələcək arzularıma fokuslandığım üçün hal-hazırda keçmiş Minanın arzuladığı şeyi yaşadığımı mən görmürəm. Oturun, fikirləşin. Keçmişdə nə tip arzularınız olub və hansı reallaşıb, hansıları reallaşıb. Siz özünüz görəcəksiniz ki, bir çoxu reallaşıb. Sadəcə o qədər gələcəyə fokuslanırsınız ki, indidə yaşadığınızı bilmirsiniz, görmürsünüz. Ərgən vaxtlarımda arzusunda olmuşam ki, mən təyyarə bələdçisi olum. Hətta ikinci, üçüncü sinifdə həmişə soruşurlar, böyüyəndə nə olmaq istəyirsən? Mən ya rəssam olmaq istəyirəm deyirdim, ya da stüardessa olacağım deyirdim. O deyirdim, təyyarədə qızlar var və onlardan olmaq istəyirəm. Mən həm rəssamam hal-hazırda, həm də təyyarə bələdçisi olmuşam. Yəni, ağzımdan çıxan bir çox sözü, bir çox arzunu mən hal-hazırda reallaşdırmışam. Amma bu bilinçli bir şəkildə, şuurlu bir şəkildə olmayıb. Və buna görə də mən bunu başa düşməmişəm ki, əslində mənim keçmiş versiyam indiki məni görsəydi, çox qürurlanardı. Uşaq versiyanızı qürurlandıracaq insan olmağa çalışın. 21 yaşımda düşünürüm ki, hələ çox vaxtım var, hələ cavanım. Eləyərəm, gələcəkdə eləyərəm nələrsə, indi qoy keyfimə baxım. 23 yaşımda düşünməyə başladım ki, vaxtım qutarır. Az qalıb, təşvişə düşdüm. Narahatçılıq artıq gəldi, mənim belə ürəyimə girdi. Mən artıq rahat yaşaya bilməməyə başladım. Amma hal-hazırda martda 24 yaşım olacaq.
Martın 21-i ad günümdür. Elə ona görə bu video aklıma gəldi çəkmək. Bu haqda düşünürdüm ki, bu təşvişi, narahatçılığı bir kənara qoyma vaxtımdır. Çünki zaman zaten gəlib keçir və belə deyim, mən keçmiş, indi və gələcəyin olduğuna inanmıram. Mən zamanı tək bir cizgi olaraq düşünürəm və biz gedirik sadəcə orada. Keçmiş və gələcəyi ayırmıram. Yəni zaman öz-özünə gedir, sən də özünü öldürsən də, narahatçılıq keçirsən də, vaxt gedir. Və bundan gözəl şey yoxdur. Vaxtın getməsi qədər gözəl bir şey yoxdur, həqiqətən. Hər yaşın özünə xas bir hikməti olur. Əsas məsələ gün keçdikcə, aylar keçdikcə, illər, yaşlar keçdikcə bir öncəki ildən bir addım qabaqda olmaq lazımdır. Həm intellekt barədə, həm fiziki olaraq, həm həyat standartı olaraq çalışın, özünüzün ən yaxşı versiyası olun. Müqayisə elədiyim yeganə insan mənim bir üst versiyamdır. Mənim qısqandığım yeganə qadın mənim bir üst versiyamdır. İnanmayacaqsınız bəlkə də, amma bu belədir. Və öz-özümə düşünürəm ki, məsələn, sehirli lampam olsaydı və mənə desəydi ki, səni bu dəqiqə istədiyim bir insana çevirə bilərəm. Kim olmaq istəyərdin? Bunu fikirləşirəm. Məsələn, super modelləri fikirləşirəm ki, bəlkə Adriana Lima kimi gözəl olmaq istəyərdim. Amma sonra düşünürəm ki, əgər həqiqətən belə bir şansım olsaydı, yox, heç kim olmaq istəməzdim. Elə özüm olmaq istəyərdim. Özümün ən yaxşı versiyası olmaq istəyərdim. Elə hal-hazırda da mən bunun üçün çalışıram. Özümün ən yaxşı bir üst versiyası olmaq üçün çalışıram və bunun sonu yoxdur sanki. Hələ ki sona gəlib çatmamışam mən. Hər il bir əvvəlkindən daha inkişaf eləmiş, daha gözəl, daha ağıllı, daha vizyonu geniş bir insan halına gəlirəm və bunda bir limit görmürəm. Hər il bu davam edir və bir üst pilləyə çıxanda onda başa düşürəm ki, mən aşağıdaymışam. Əgər sən o üst pilləyə çıxmırsansa, sən başa düşmürsən ki, sən aşağıdaymışsan. Bu münasibətlərdə də belə olur adətən. Bir insanı sevirsən, xoşun gəlir və sənə elə gəlir ki, ondan başqası ola bilməz, ondan yaxşısı yoxdur. Daha sonra ona olan hisslərin öləndən sonra daha üst səviyyə, daha yaxşı bir insanla tanış olursan və onu başa düşürsən ki, digəri əslində düşündüyün qədər yaxşı deyilmiş. Yəni bir üst versiyanı görmədən əlində olanın aşağı versiya olduğunu başa düşmürsən. Və mən buna inanıram ki, boşluqlar həmişə daha yaxşısı ilə dolur. Əgər həyatınızda sizi narahat eləyən şeylər varsa, onları çalışın həyatınızdan çıxarın ki, boşluq yaransın və o boşluq daha yaxşısı ilə dolsun. İndiyə kimi mənim heç vaxt olmayıb ki, xoşuma gəlməyən bir şey çıxartmışam həyatımdan və daha pisi gəlib. Əksinə, həmişə daha yaxşısı, daha üst versiyası, çox daha yaxşısı gəlib. Həmişə o boşluq daha yaxşısı ilə dolub. Bir işə girmişəm, işi bəyənməmişəm, çıxmışam və daha yaxşı bir işə girmişəm. İnsanlar da deyib ki, sənin ağlın yoxdur, o işdən niyə çıxırsan, yaxşı qazanırsan. Amma onlara deyirəm ki, bu işdə işləyən mənəm, əziyyətini çəkən mənəm, siz deyilsiniz. Siz heç vaxt başa düşə bilmərsiniz, mən necə hiss eləyirəm. Ona görə heç kimin məni mühakimə eləmə kimi bir haqqı yoxdur. Və mən əminəm ki, bilirəm ki, çox daha yaxşı bir yerə işə düzələcəm. Bundan əminəm və belə də olur həmişə. Çünki özümə daha yaxşısını layiq görürəm. Standartlarımı daha yüksəkdə tutduğuma görə də daha yaxşı bir yerə gedirəm. Bu sadəcə bir misaldır. Bu insanlarda da belə ola bilər. Təbii ki, həyatda dəyişə bilmədiyimiz şeylər də var. Məsələn, valideynlərin yeri heç vaxt olmur. Valideyn yalnız bir dənə olur. Mən atamın yerini heç kimdən doldura bilmərəm. Bəli, insanlar bunun üçün də çalışır. Bir çoxumuz valideynin yerini partnyorlarla doldurmaya çalışırıq. Bu çox təhlükəli bir şeydir. Bir öncəki videomda bundan daha geniş danışmışam. Bundan əl çəkmək lazımdır. Yəni, yeganə şeydir ki, yeri dolmur və doldurmağa da çalışmamalıyıq. Vaxtınız bitməyib. Əgər siz bugün nəfəs alırsınızsa, deməli, Yaradan sizə bir gün daha şans verib.
Deməli sizin missiyanız bitməyib ki, siz bu səhərdə oyanmısınız. Əgər sizin dünya ilə olan bağınız, missiyanız tamamilə bitmiş olsaydı, siz bugün ayıq olmazdınız. Siz bugün bu videoya baxmazdınız. Əgər mən sizin qarşınıza çıxmışamsa, deməli siz məni başa düşəcək şuurda insanlarsınız. Psixi olaraq da özünüzü əziyyət eləməyin. Ay yaşım keçir, ay vaxtım azalıb, kaş bunu eləyərdim, çox gec qalmışam. Yaşıdlarım gör haralardadır, mən hələ də nə olmaq istədiyimi bilmirəm. O gün rəfiqəm deyir ki, məsələn, 26 yaşım var, hələ də hara aid olduğumu bilmirəm, yaşım keçir, amma yaşıdlarım nələr eləyir. Öz işləri var, öz evləri, maşınları, ailələri. Mən hələ də hara aid olduğumu tapa bilmirəm. Mən ona başa salmaq istəyirəm ki, hər kəsin vaxt algısı fərqlidir. Hər kəsə vaxt fərqli cür görsənir. Bunu necə açıqlayım sizə? Elə insan var ki, arzusunda olduğu peşəyə 50 yaşında başlayır və bunu 80 yaşına kimi davam elətdirir. Elə insan var ki, 30-dan sonra evlənir və çox xoşbəxt olur. Elə insan var ki, 20 yaşında milyoner olur, amma 30 yaşında rəhmətə gedir. Bu da onun taleyi belədir. Onun vaxt algısı bu şəkildə yaranıb. Ona verilən vaxt bu qədərdir. Özünüzü ona görə insanlarla bu şəkildə müqayisə eləməyin. Hər kəsin vaxt cizgisi fərqli verilib. Sən 30 yaşında da, 40 yaşında da milyoner ola bilərsən, istədiyin işlə məşğul ola bilərsən, həyatının aşkını tapa bilərsən, ruh eşivi tapa bilərsən. Və istəmədiyin, sevmədiyin bir insanla keçirilən bir ömürdənsə, sevdiyim, dəyər verdiyim və mənə dəyər verən bir insanla keçirilən bir gün daha dəyərlidir. İstəmədiyim, sevmədiyim bir işdə ömrümü keçirməkdənsə, sevdiyim bir işi 10 gün görməyim mənə daha çox zövq verər. Hər kəsin taleyi fərqli cür yazılıb, hər kəsin vaxt anlayışı da fərqlidir. Siz elə bilirsiniz ki, bütün insanlar dünyanı sizin gördüyünüz kimi görür. Hətta biz rəngləri belə çox fərqli görürük. Bir dənə şey var idi, paltar var idi. Bəzi insanlar mavi görürdü, bəziləri qızıl rəng görürdü. Mama ilə dava eləyirdik ki, mama deyirdi ki, bu mavidir. Mən deyirəm, yox, bu qızılıdır. Sən bunu necə mavi görə bilərsən? Eyni şəklə baxırıq. Deyim ki, məsələn, işıq problemidir. İşıqla rəngləri dəyişmək olur. Eyni şəklə baxırıq və o paltarı mavi görür, mən qızılı görürəm. Bu necə mümkün ola bilər? Deməli, biz hər şeyi eyni cür görmürük. Adicə, məsələn, belə bir fakt var ki, bu sübut olunmuş bir şeydir. Kişilər rəngləri qadınlardan daha az ayırt edə bilirlər. Qadınların rəng skalası daha çoxdur. Rəngləri daha yaxşı ayırt edə bilirlər. Kişilər rənglərə qarşı qadınlar qədər həssas deyil. Buna başqa bir misal da çəkim. Kişilər qadınlardan daha yaxşı maşın sürür. Bu sübut olunmuş bir şeydir. Heç kim mənə küsməsin və bu belədir. Niyə? Çünki qadınlar multitasking eləyə bilər. Multitasking nədir? Fikirlərini bir neçə şeyə yönəldə bilirlər. Eyni anda bir neçə şey eləyə bilər. Eyni zamanda həm uşağı yerlədir, həm yeməyini bişirir, həm telefonla danışır. Amma kişilər bunu çox çətin bacarırlar. Kişilər yalnız bir şeyə fokuslanır və o şeyi eləyir, digər şeylər yaddan çıxır, digər şeyləri görmür. Həm telefonla danışıb, həm kompüter oynayıb, həm də uşaq sallaya bilməz. Eləyənlər də var təbii ki, demirəm ki, bütün kişilər belədir. Amma böyük bir əksəriyyəti bu şəkildədir. Niyə? Daha yaxşı maşın sürürlər, çünki daha diqqətçildirlər. Və refleksləri daha güclüdür. Ona görə qəza vəziyyətindən daha tez qurtula bilirlər. Burada yəni bizim eləyəcəyimiz heç bir şey yoxdur. Təbii ki də özümüzü inkişaf elətdirə bilərik hər tərəfli. Hətta belə bir fakt da deyim ki, məsələn, qadınlar düz baxanda yanlarda görə bilir. 180 dərəcə görə bilirik biz ətrafı. Amma kişilər yalnız düz görür. Ətraf bloklanır. Bunu bacaran kişilər də var. Məsələn, aktyorlar bu işdə çox yaxşıdırlar. Aktyorlar yanında görə bilir. Kişi, qadın fərq eləmir. Bunu öyrədirlər onlara. Amma sıravi, adi vətəndaşlar bunu çox yaxşı bacarmır. Bu tip şeylər yalnız kişi, qadın olaraq yox, milliyyətlərə görə də fərqlilik göstərir.
Əsas odur, öz bacarıqlarımızı kəşf eləyək və onlardan düzgün istifadə eləməyi bacaraq. Və özümüzü müqayisə etməyə ehtiyac yoxdur heç kimlə. Nə bir başqası ilə, nə qarşı cinslə, nə başqa milliyyətdə bir insanla. Lazım deyil. Sənə heç bir şey qatmır müqayisə. Təbii ki də bir həmkarının uğuru sənə motivasiya olursa, bundan gözəl nələr mümkün? Qoy sənə motivasiya olsun. Əgər o bacarırsa, sən də bacara bilərsən. Motivasiya kimi yanaşırsansa, çox gözəl. Amma özünü buna görə mühakimə eləyib, özünü dəyərsiz görürsənsə, buna ehtiyac yoxdur. Çünki həyat əslində düşündüyünüz qədər çox da uzun deyil. Özünüzü mühakimə eləməyə vaxt yoxdur. Tərpənmək lazımdır, oyanmaq lazımdır. Wake up, wake up. Bu arada ağlıma gəldi, milli dramlı bir tamaşa var. Ölülər. Cəlil Məmmədquluzadənin. Baxmamısınızsa, gedin bir baxın. Mənə ən çox təsir eləyən, ən xoşuma gələn tamaşalardandır Ölülər. Cəlil Məmmədquluzadənin də ev muzeyinə də gedin bir baxın. Eyni zamanda onun həyat yoldaşı Həmidə xanım Cavanşir var. Onun kitabı da var, onu da oxumağınızı tövsiyə edirəm. Bura qoyaram şəklini. Bu qədər bugünkü videom. Bəyənməyi və abunə olmağı unutmayın. Çox sağ olun baxdığınıza görə. Təşəkkür edirəm. Sağ olun.